Tofiq Bayram, onun adının qarşısına bəlkə də heç bir təmtəraqlı, heç bir bərli bəzəkli, heç bir gözə gəlimli cümlə qoymağa ehtiyac yoxdur. Çünki Tofiq Bayram öz qələminin mürəkkəbini qanından götürüb hansı mövzuya toxundurdusa onun ən gözəl tərifini verdi. Onun ən gözəl bir rəssam kimi, sevdiyi səttarı kimi şəklini çəkdi. Və bugün Tofiqi vəsf etməyə heç bir cümlə məsuliyyət sahibi ola bilməz. Heç bir söz o söz ucalığının ağırlığını çiyinlərinə götürə bilməz. Ona görə mən hələ sözə başlayarkən hər birinizdən acizanə üzrxahlığımı xahiş eləyəcəm. Bugün bəlkə də bu qədər uğurlu söz adamının qarşısında, axşamında, onun anım günündə sözlərim bəlkə də ona yaraşmaz. Bəlkə də ona layiq qalmaz.